patent 4 istiqamətdə çanaq dibinin 4 defekti üzrə alınıb, sidik qaçırma və sidik saxlamazlığı, sidik hissəsinin sallanması, düz bağırsağın sallanması və anal sfinkter çatışması. Yəni çanaq dibində olan defektlər nəticəsində yaranan bu xəstəliklərdə bu əməliyyatların təkmilləşdirilməsidir. Təbii ki, biz bunu patenti almaq kifayət qədər çətin prosesdir. Bu Avrasiya patentidir. Bunu xüsusi biz formalaşdırırıq, göndəririk. Orada xüsusi ekspertizalardan keçir. Təbii ki, bəzən aylar, bəzən yəni illər ərzində baş verir bu proseslər. Ekspertiza mütləq şəkildə araşdırır ki, bu üsul dünyada icra olunur, yoxsa icra olunmur. Və artıq onlar əmin olanda ki, icra olunmur, o zaman bu patenti verirlər. Bu 3 patenti biz 3 ay içində aldıq. Yəni dediyim kimi aylar, bəzən illər gedir, bəzən də artıq müəyyən qədər oxşar əməliyyat tapırlarsa imtina eləyirlər, yəni vermirlər patenti. Amma 3 ay ərzində və belə deyək, qeyri-şərtsiz, sual olmadan onlara hətta 2 ay yarıma təsdiqlənmişdi. 3 ay içində artıq verildi ki, bu da həqiqətən nadir baş verən bir hadisələrdir. Buna görə də səhiyyəmiz adına qürurluyuq ki, belə bir hadisə baş verib.